Birləşmiş Krallığın paytaxtı Londonda 4-cü Yaşat Yay Məktəbi davam edir. 19 iyul 2 avqust tarixlərini əhatə edən Yay Məktəbi London Universitet Kollecində keçirilir. Proqramın məqsədi şəhid övladlarının ingilis dili biliklərini, dünya görüşlərini və şəxsi bacarıqlarını inkişaf etdirməkdir. Onlar həmçinin mədəniyyətlərarası mübadilədə iştirak edir və səmərəli asudə vaxt keçirirlər. Yay Məktəbində ölkəmizdə 9-cu sinif buraxılış imtahanında ən yüksək nəticə göstərən 10 şəhid övladı iştirak edir. Proqram çərçivəsində onlar gündəlik ingilis dili dərsləri ilə yanaşı tarixi məkanları da ziyarət edirlər. Dokuzuncu sinifin buraxılış imtahanını yüksək nəticə toplayaraq 10 şəhid övladı ilə buraya gəldik. Bura həqiqətən də çox gözəl və maraqlıdır. Eyni zamanda biz ingilis dili dərslərimizi ingilis dili müəllimlərdən alırıq. Artıq 4 gündür buradayıq və biz səlis danışa bilirik. Həmçinin dərslərlə yanaşı biz buranın görməli yerlərinə də getmişik. Big Benə, Temza çayına, eyni zamanda digər muzeylərdə gedib gəzmişik. Bura həqiqətən də çox maraqlıdır. Londona gedən 10 şəhid övladları arasında mən də varam. Biz burada dərslərə qoşuluruq. Bu dərslərdə həmçinin digər millətlərdən olan uşaqlarla dostluq əlaqələri qurub, onlarla dərslərdə maraqlı söhbətlər edirik. Bu da bizim üçün gözəl bir təcrübə olur. Biz həmçinin Londonun gözəl və tarixi yerlərini gəzib görürük. Burada olmağımız bizim həm təhsilimiz, həm də təcrübəmiz üçün çox dəyərlidir.